Salam hörmətli izləyicilər, bu gün sizə 19 aprel buraxılış və məzunlar imtahanı üçün 10 sualın izahını vermək istəyirəm. Qeyd edim ki, bu suallar keçən il 2025-ci ilin buraxılış sualıdır, 11 sinif buraxılış sualıdır. Hansı cərgədəki hər iki sözdə eyni hərf buraxılmışdır? Bu orfoqrafiyaya aiddir. Prototip, proto o, metafor a. Bizə lazımdır eyni hərf. Dağ üstü t, cömert d. Və fərqlidir. A ilə B fərqlidir. Favorit o, pianino. Burada da A fərqlidir. Deməli, fanatizm A, mavzoley o. Bu da fərqlidir. Çamadan A və filarmoniya yenə də A cavabımız oldu. D bəndi. 82-ci suala keçək. Frazeoloji birləşmələrdən biri mənaca başdan çıxartmaq. Demək, birləşməsinin sinonimidir. Başdan çıxartmaq. Ağlını başdan yığmaq olmaz. Canlı yağ kimi yayılmaq olmaz. Burnun ucu yönləmək. Baş beyni aparmaq. Ağlını əlindən almaq. Başdan çıxarmağın mənası uşaqlar ağlını əlindən almaq deməkdir. 83. Bu sualda isə deyilir. Feili bağlama tərkibi işlənən cümlə. Feili sifət və məsdər tərkibi işlənən cümlə. Dağlar aşan seləmə. Burada dağlar aşan nədir? Feili sifət tərkibi. Feili sifət tərkibi də yazaq qarşısına A. 2A. Sonra uzun yollar keçərək gəldim, amma anam görüşək. Uzun yollar keçərək. Bu nədir? Feili bağlama tərkibi. B-ni yazaq birinin qarşısına. Vida deyib elinə, elimə yola saldım, yolu aldım əlimə. Olmalı burada ə buraxılıb. Və burada vida deyib nədir? Yenə feili bağlama tərkibi. Sonra bu bayrağı ucaltmaq işi deyil hər kəsin. Bu bayrağı ucaltmaq. D bəndi nədir? Məsdər tərkibi. Və sonuncusu, azadlığın yolunda ölmək bizə şərəfdir. Şərəfdir. Nə? Azadlığın yolunda ölmək. Baxın, bu da ölmək sözü ikinci misraya keçsə də, bu da məsdər tərkibidir. Və yeni də yazaq D-nin qarşısına, yəni məsdər tərkibi. Cavabımız oldu 1B, C, 2A və 3D. Hansı oldu cavab? D bəndi. 84-cü sual. Uzaqdan gələnlər xəstəyə baş çəkəndən bir neçə saat sonra xidmətçilər atları yəhərlədilər. Nə etdilər? Birinci nə tapırıq uşaqlar? Xəbər. Nə etdilər? Yəhərlədilər. Nəyi? Atları. Kim? Xidmətçilər. Nə zaman? Uzaqdan gələnlər xəstəyə baş çəkəndən bir saat sonra. Hər biri nədir? Hər biri zərflikdir. Ona görə də cavabımız hansı olacaqdır? Zərflik, mübtada, tamamlıq və xəbər. Cavab oldu B bəndi. 85. Kim məhsul yığımına kömək eləsə, sədr onun məzuniyyət müddətini artıracaq cümləsi haqqında. Fikirlərdən biri səhvdir. Əvvəlcə sualı diqqətlə oxuyuruq uşaqlar. A bəndi, budaq cümlə baş cümlədən əvvəl gəlmişdir. Burada əvvəlcə budaq və baş cümləni biz müəyyən edək. Kim məhsul yığımına kömək eləsə, əgər burada sə varsa nədir uşaqlar? Birincisi budaq, ikincisi baş cümlə. Bu doğrudur. Bizə lazım səhv. Həm baş, həm də budaq cümlədə ikinci dərəcəli üzv işlənmişdir. Nə etsə, kömək eləsə. Kim mübtada, nəyə? Məhsul yığımına. Tamamlıq var, yəni ikinci dərəcəli üzv. Sədr onun məzuniyyət müddətini artıracaq. Nə edəcək? Artıracaq. Kim? Sədr. Nəyə artıracaq? Onun məzuniyyət müddətini. Burada da tamamlıq var, ikinci dərəcəli üzv var hər ikisində. Budaq cümlə baş cümləyə bağlayıcı söz və isə köməkçi sözünün ixtisar forması ilə bağlamışdır. İsə köməkçi sözünün ixtisar forması nədir? Sa, sədir. Və isə köməkçi sözü hansı sözlərə artırılır? Demək, sözün harasına artırılır daha doğrusu? Feilin şəkilçilərindən sonra, feilin şəkillərinin şəkilçisindən sonra. Və burada deyilir ki, bağlayıcı söz kim? Burada bağlayıcı söz var, doğrudur.
Amma isə yox, yəni sa-isə yox. Burada sa-isə şərt şəkli var. Şərt şəkli. Kömək eləsə. Burada başlanğıc formasına sa-isə artırıldığı üçün bu olur şərt şəkli. Ona görə C bəndi yanlışdır. Çünki bağlayıcı söz olsa da burada isə köməkçi sözü yox, sa-isə şərt şəklinin şəkilsi var. D bəndinə də baxaq. Baş cümlənin xəbəri feilin əmr şəkli ifadə olunmuşdur. Baş cümlənin xəbəri hansıdır? Artıracaq. Feilin xəbər şəkli ilə ifadə olunmuşdur. Doğrudur. Çünki burada acaq, gələcək zaman şəkilçisi var. Tərkibindəki hər iki cümlənin mübtədası var. Bəli, biz təhlil elədik. Birinci cümlənin mübtədası kim? İkinci cümlənin mübtədası sədirdir. Bu da doğru cavabdır. Cavabımız oldu C bəndi. 86-cı sual. Hansı cümlədə mübtəda vəzifəsində olan bu o əvəzliklərindən sonra vergül düzgün qoyulmayıb? Bizə lazımdır o buradan sonra olan vergüllər və burada deyir ki, mübtəda vəzifəsində olan o və bu əvəzliklərindən sonra vergül düzgün qoyulmayıb. Yəni, təyin vəzifəsində olmasın, mübtəda vəzifəsində olsun və vergül səhv yazılsın. Bu, anamdan qalan yeganə nişanədir. Nə bu? Mübtədadır. Özündən sonra isim gəldiyi üçün vergül olmalıdır. Bu doğrudur. Bu, hər kəsin marağını ifadə edir. Baxın, burada buradan sonra nə gəldi uşaqlar? Hər kəs əvəzlik. Əvəzlikdən sonra əvəzlik gəlirsə vergül yazılmır. Ona görə 2-ni götürürük. 2-ni. Çünki yanlışdır. Demə, bu dostumdur, o düşmənimdir. Dostumdur kim? O. Düşmənimdir kim? O. Hər ikisi mübtədadır. Hər ikisindən sonra isim gəldiyi üçün vergül düzgün qoyulub. 3-ü götürmürük. Bu, göyərçinlər xatirələrimizi oyadan səsidir. Nə? Bu. Burada bu sözü mübtədadır. Özündən sonra isim gəlib, vergül düzgün qoyulub. 5. O ağıllı adamlarla dostluq edir. Kim? O. Mübtəda rolundadır. Özündən sonra sifət gəldiyi üçün vergül yazılmalıdır. Bu da doğrudur. Və sonuncusu o heç yaşıl meşəni belə təsəvvür etmirdi. Burada heç ədatdır, köməkçinin nitq-hissəsidir. O mübtəda olsa da özündən sonra vergül olmaz. Çünki özündən sonra köməkçinin nitq-hissəsi gəlib. Cavabımız oldu 2, 6 və Y bəndi. Keçək 87-ci suala. Nümunələrdə işlənmiş xitablara əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Bizə lazımdır bu sualda uşaqlar nə? Xitab. Xitab ikinci nümunədə daha doğrusu dostum, qardaşımdır. Birinci nümunədə gözəl dost, ikinci nümunədə dostum, qardaşım. İndi baxaq biz cavablara. Üçbucağın qarşısındakı olanlara baxaq. Söz birləşməsi ilə ifadə olunur. Bəli, gözəl dost sözü söz birləşməsidir. Bu doğrudur. Bizə nə lazım? Uyğun fikirlər. 1-i götürürük. 2. Xəbərlə tabelik əlaqəsindədir. Biz cümləyə baxmadan da bu fikir yanlışdır. Çünki heç bir cümlə üzvü ilə əlaqəyə girmir xitab. Ona görə bu yanlışdır. 2 yanlışdır. 3. Vergül işarəsi olmasa mübtəda kimi düşünmək mümkündür. Əgər biz vergül işarəsini açsaq belə olar. Gözəl dost dinləsin məni aləm. Gözəl dost dinləsin, qoy məni aləm. Yəni cümlənin mənası uyğun gəlmir. Yəni gözəl dost dinləsin məni aləm. Aləm sözü olmasa, yəni mübtədası olmasaydı ola bilərdi, amma yanlışdır. Bu fikir yanlışdır. Ona görə bunu da götürmürük. İndi baxaq kvadrat, yəni ikinci cümləyə. Nitq hissəsi ilə ifadə olunmuşdur. Bəli, burada xitab, dostum, bir də qardaşım sözü nitq hissəsi ilə ifadə olunub, doğrudur. 4 yazaq. Yəni götürək 4-ü. Sonra 5 xitab, ona qoyulmuş nida ilə birlikdə müraciət bildirir. Biz görürük ki, burada xitab hansıdır? Dostum, qardaşım. Nida isə hansıdır uşaqlar? Of. Amma burada of sözü xitaba aid deyil. Ümumiyyətlə of sözü xitaba aid ola bilməz. Xitaba aid olur çağırış nidaları. Ey, ay, a sözlər olsaydı ola bilərdi, amma bu yanlışdır. Ona görə 5-i götürmürük. Burada 5 yazılmayıb, amma 5 olmalıydı bu. Xitaba aid təyin işlənmişdir. Xitaba aid təyin birinci cümlədə idi. Çünki gözəl dost ola bilərdi, amma bu da yanlış fikirdir. Ümumiyyətlə təyin yox. Burada əslində təyin sözü isə təyin edici olsa birinci üçün doğrudur. Hər iki halda yanlışdır. Cavab oldu 1, 4 və D bəndi. Keçək 88-ci suala. Və burada görürük şeir verelim. Nümunəyə əsasən uyğun fikirləri müəyyən edin. Uyğun fikirlər. Doğrudur.
Düzəltmə sifətlərdən birinin kökü feillə amonimdir. Burada düzəltmə sifət nümunə oxuyaq. Doğrudan nə böyük təmtəraqla, cəlalla qurulmuş burada təbiət. Baxdıqca gözəldir bu canlı sənət. Burada canlı sözü düzəltmə sifətdir, amma can onun kökü can sözü amonim deyil. Ona görə biri çıxırıq. Çünki bu yanlışdır. Tərzi hərəkət səhvləri təsvifləməyən feilə aiddir. Tərzi hərəkət səhvləri burada təmtəraqla, necə, cəlalla, necə sözləridir. Biz cümləni düzəldik. Belə nümunələrdə biz çalışmalıyıq ki, cümlədə söz sırasını düzəldək ki, daha rahat tapaq. Doğrudan nə böyük təmtəraqla, cəlalla, burada təbiət nə böyük təmtəraqla, cəlalla qurulmuşdur. Baxın, burada nöqtə varsa, bu cümlənin xəbəri qurulmuş sözdür. Qurulmuş burada feil sifət yox, qurulmuşdur. Sadəcə şəxs sonluğu ixtisar olunub. Buna görə bu yanlışdır. Çünki təmtəraqla və cəlalla sözü təsviflənən feil aiddir. Təsviflənməyən feilə deyil. Ona görə ikində çıxırıq. Həm əvəzlik, həm də əvəzliklə amonim olan ədat işlənmişdir. Əvəzlik, baxın, bu sözüdür, doğrudur, bu. Və əvəzliklə amonim olan ədat isə nə sözüdür? Baxın, nə? Burada yazılıb ki, nə böyük təmtəraqla, cəlalla, nə böyük, necə böyük təsir gücünü artırdığı üçün nə sözü burada əvəzliklə amonim olan ədatdır. Əvəzlik isə bu sözüdür. Cavab 3-də doğrudur. 3, bu doğrunun altından doğru. Yanlışdır. Təsviflənməyən feil məşğul növdədir. Bayaq biz dedik ki, burada təsviflənməyən feil hansıdır? Təsviflənməyən feil burada baxdıqca sözüdür. Qurulmuş sözü deyil. Bayaq dedik ki, şəxs sonluğu düşüb. Baxdıqca sözü təsviflənməyən feildir və bu məchul növdə yox, məlum növdədir. Çünki sözün başlanğıc forması ilə bax sözüdür. Bu yanlışdır və yanlışın altında verilib. Bunu götürürük. İsimlər adlıq və yerlik haldadır. İndi biz isimlərə baxaq. Burada isimlər səviqəyə salaq. Burada götürdük 3, 4. İsimlər burada hansılardır? Baxaq. Təbiət, ikinci misrada var. Baxdıqca gözəldir bu canlı sənət. 2 dənə isim görürük biz burada. Və hər iki isim adlıq haldadır. Amma burada deyik adlıq və yerlik haldır. Bu çaşdırmaq üçün verilib. Çünki burada sözündə var yerlik hal şəkilçisi, amma burada sözü isim yox, nədir uşaqlar? Zərfdir, zərf. Buna görə bu da yanlışdır. Cavabımız oldu 3, 4, 5 və B bəndi. 89-cu sualı keçək. Cümlədə yol verilmiş səhvləri düzəltmək üçün altından xətt çəkilmiş hansı hissələr cümlənin tərkibindən çıxarmaq lazımdır? Biz hər zaman bu qayda ilə tanış oluruq ki, əgər cümlənin tərkibində nə də inkarlıq bağlayıcısı varsa, xəbər təsdiqdə olmalıdır. Əgər inkarda olarsa, qrammatik norma pozulur və yaxud tərsinə, əgər cümlədə inkar şəkilsi varsa, nədən istifadə etmirik. İndi biz baxırıq, görürük ki, cümləmiz belədir. Nə tamaşaçılar vaxtında gəlmədilər, nə də konsert deyilən vaxt başlamadı. Biz gördük ki, burada qrammatik norma pozulub. Yəni, həm inkar şəkilsi var, həm nə də bağlayıcısı var. Ona görə biz nə etməliyik uşaqlar? Ya nədən bağlayıcısını çıxarmalıyıq, ya da inkar şəkilsini. Ona görə də baxın, burada yaxud sözlər verilib. Çünki ya o deməli ixtisar olunmalıdır, ya da bu birisi. İndi biz baxaq. Nədən seçək? 1, 4. Yəni 1, 4 yaxud nə seçməliyik? Ma məni götürək. 2, 5 yaxud 2, 5. Əssalam. Ya 1, 4 nədə, ya da 2, 5 ma mə şəkilçisi. Cavabımız hansı oldu? Təbii ki, B bəndi. Keçək indi sonuncu suala. Nümunələrin birində tərkibində leksik şəkilçi olan isim müstəqil cümlə üzvü deyil. Burada bizdə bir neçə qayda soruşulur. Deyir ki, tərkibində leksik şəkilçi olsun bu 1, isim olsun bu 2, üçüncüsü bu isim müstəqil cümlə üzvü olmasa, yəni söz birləşməsinin tərəfi olsun, belə deyək. Əvvəlcə biz leksik şəkilçi, yəni düzəltmə isim tapaq.
yoxlamadığı bir fərziyyəni ən yaxın dostlarını belə açıb söyləməlidir. Nəyi söyləməlidir? Fərziyyəni. Bax, fərziyyə sözü ola bilər düzəltmə, amma bu müstəqil cümlə üzvüdür. Bir bəndi. Gülşən xeyli fikirləşdikdən sonra stolun sağ tərəfindəki kitabçanı əlinə götürdü. Götürdü nəyi? Kitabçanı. Bax, burada düzəltmə isim kitabçandır və tamamlıqdır. Müstəqildir. Ona görə bunu da çıxırıq. Ağa Rəhim ömründə belə gəlincik görməmişdi. Nə etmişdi? Görməmişdi. Nəyi görməmişdi? Gəlinciyi. Gəlincik sözü burada ayrılıqdadır. Müstəqil cümlə üzvüdür. Düzəltmədir və çıxırıq bunda. Adam əlindəki süpürgəni divara söykədi. Nə etdi? Söykədi. Nəyi? Süpürgəni. Burada düzəltmə isim süpürgə sözüdür və müstəqil cümlə üzvüdür. Yenə də çıxırıq. Çoban yara izini gizlətməyə cəhd edirdi. Nə edirdi? Cəhd edirdi. Nəyi? Gizlətməyə cəhd edirdi. Nəyə daha doğrusu cəhd edirdi? Yara izini gizlətməyə. Baxın, burada yara sözü düzəltmədir. Yardan yara düzəlib. Amma bu söz birləşməsinin asıl tərəfi olduğu üçün bu müstəqil cümlə üzvü deyil. Cavabımız hansı oldu uşaqlar? D bəndi. Keçən ilin 2025-ci ilin, yəni imtahan suallarını izah etdik, dil qaydalar suallarını. Yəqin ki, uşaqlar yaralı oldu sizə. Ümidvaram ki, bu sualları hər birini başa düşdünüz. Çətinlik çəkdiyiniz yer varsa təkrarlayın. Başa düşmədiyiniz sualları isə şərhlərdə yaza bilərsiniz. Videonu isə bəyənib paylaşmağı unutmayın. Sağ olun.